25 oktyabr tarixindən etibarən ölkə ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Bazarlarda yenidən qurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin olunduqdan sonra onların fəaliyyəti bərpa olunacaq, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bir sıra Cənubi Qafqaz ölkəsində xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski var. Azərbaycanda da endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Xüsusi təhlükəli xəstəliklər əsasən bir heyvandan digərinə birbaşa təmas yolu ilə keçdiyindən bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Proses bitəndən sonra bazarların fəaliyyəti də bərpa olunacaq. Məhdudiyyətə keçid mərhələli şəkildə həyata keçirilir. Artıq son bir həftə ərzində məlumatlandırma, informasiya yayım işləri həyata keçirilib. Bazarlarda müəyyən araşdırmalar aparılıb, baytar sanitar vəziyyəti qiymətləndirilib. Heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarının həyata keçiriləcək ki, buna hər hansı məhdudiyyət yoxdur.